Qarabağın ilk rəsminin Antaqda qarşı keçirir. Aslında gözləmə vardı ki, Qarabağ ən azından bu oyun ağırlığını istələmək üçün Antaqda yaxın bir rəqiblər oynasın. Bunun üçün Dubaya, Birləşmə Ərəb Əmirliklərinin yetirməli. Amma Qarabağ rəqiblərine baxanda da olur. Meclisi Fərqani Özbəkistan çempionu, digər Polşa çempionu. Necə yəni ən azından Antaqda yaxın rəqib seçmədiniz. Ankara'da olanlar yok, ama diğer ülkelerde olmamış olmaz. Bu maliyeyle bağlı yoksa yani o Dubai'ye tıkan getirmek yoksa futbolcular daha çok böyle yalnız aynı takım oyununa fokuslandırmak için yani o psikolojik baskını etmemek için bu cür seçmeler. Maliyeyle bağlı hiç böyle bir sıkıntı yoktur. Sadece birden-birə yani il boyu biz belə rəqiblərlə oynamışıq. Böyle baxsaq, iyun ayından bu yana Anadolu rəqiblərimizin güclü ümumiyyətcə səviyyəsi demək eyni olub. Bu günlərdə biz hazır deyilik belə bir komandayla hal-hazırda 90 dəqiqə oynayaq. Amma bundan belə hansı ki qarşımızdakı rəqiblər də düşündüyümüz qədər bəlkə ciddi rəqiblərdir. Sadəcə bizim 90 dəqiqə demək olar ki bu oyuna kimi bir oyunumuz olacaq. Bizim ilk oyunumuz da böyük ehtimal hazırlığın gedişatına baxaraq belə bu proqrama böyük ehtimal 2 hissə, yəni hər futbolcu bir hissə oynayacaqlar. Belə bir fikrimiz var. Amma ikinci oyunda 90 dəqiqə oyunlar nələrə tutulub. Bu da bəzi oyuncuların hazırlığına baxacağıq. Amma hər bir halda əldə bir böyük vaxt itirməmişik ki, biz birdən-birə o rəqiblərə qarşı oynamaq üçün əlavə bir həm çox güc sərf edək, həm də çox enerji sərf edək. Ona görə belə məncə hazırlıqlarımızda görəm problem olmayacaq. Sadəcə bizim əgər əskiklərimiz var idi, sezonun sonunda hansı ki həm yolun çox irəli gələn, həm psixoloji gəldiğimizdə irəli gələn biraz bəzi detallarda insafsızlıq var idi. Onları biz aradan qaldırmaq için, ona görə bizim daha çox oyundan çox məşqlərə ehtiyacımız var idi. Hansı ki bunları qaydasına salmaq üçün. Və bu 15-20 gündə futbolçuları da çox ciddi öz formasını itirməyir. Çünki həm aktiv istirahət edirlər, həm də yani bizim bu günlerde onların hem sağlamlığını hem o gücünü, hazırlığını bize geri qaytarmaq lazımdır. İnşallah başka bir sıkıntımız inanmamak olsun.